Salam. Bayaqları mən TikTokda bir Elçin adında Sumqayıtdan bir nəfər var. Sələfi olduğunu düşünürəm. Əhl-i Sünnə məzhəbinə aiddir. Hansı qolundan da dəqiq bilmirəm. Bir video yayımlamışdır. Orada mənə də atmışdı linkini. Girdim, baxdım. Nəhl surəsi 44-cü ayə ilə əlaqədar öz bir əqidə, din qardaşı ilə deyəsən danışırdı. Elə anladım mən. Ondan müəyyən şeylər soruşur, dəqiqləşdirməyə çalışırdı ki, bəs bəyan etmək, açıqlamaq, izah etmək deyə anlayış göstərir ki, yəni Nəhl surəsi 44. Əslində o təkcə Nəhl 44-ü bilir, amma mən bir dənə də ayət əlavə edirəm. Nəhl 44-ün mütəşabihi Nəhl 64-də də keçir. İki ayəti bir yerdə yaxşı olar ki, ələ alsın. Və bir də xahiş edərdim ki, Nəhl surəsi 89-cu ayəni də qoysun yanına. Biz bu kitabı sənə tibyanən likulli şeyin ifadəsi. Hər bir şey üçün tibyan, bəyan edici, açıqlayıcı olaraq nazil etdik deyə bir ayəti də var. Kitab özü mubin, tibyan. Həm də mubin olan bir şeyi təzdən Məhəmməd Peyğəmbər bir də bəyan edir iddiası. Nə qədər düşüncəlidir. Mən ona bir məqalə yolladım, həm şəxsi mesaj bölümünə, həm də həmən məqaləni belə deyək də bütün paylaşmaq olmur. O videosunun altında parça-parça paylaşdım. O paylaşdığım məqaləni istəyirəm sizinlə səsli bir olaraq danışım, oxuyum, siz dinləyəsiniz və qərar verəsiniz ki, yəni bu bəyan kəlməsini demək olar ki, həm əhl-i sünnə, həm əhl-i şiyyə əllərində bayraq edir ki, Məhəmməd Peyğəmbər Quranı açıqlayır. Qardaş, açıqdırsa da, açıq olanın nəyini açıqlayır? Bu tibyan sözünün anlamı nədir? Bu tibyan sözünə siz təfsir mənası yükləyə bilməzsiniz. Çünki Quranda təfsir başqa anlam var. Təfsir deyə bilməzsiniz, təsrif deyə bilməzsiniz. Bəyan başqa bir şeydir, təsrif başqa bir şeydir, təfsir başqa şeydir, təsrif başqa şeydir. Hamısını qatıb qarışdırıblar bir-birinə. Çünki bunlara maraqlı deyil. Bunlar istədikləri budur ki, insanları öz uydurduqları, inandıqları, Qur'anın böyrünə yerləşdirdikləri, alternativ qaynaq olaraq gətirdikləri kitablara aparsın. Onlara yönləndirsinlər. Bunların işləri odur və biraz da əsəbi şəkildə, bilmirəm, yoxsa səsini yüksəldərək, qışqıra-qışqıra da deyir ki, bir məsələdə ixtilaf etsəniz, onu Allaha və Rəsuluna qaytarın. Sanki Allaha qaytarmaq Qur'andır, Rəsula qaytarmaq isə bunların uydurduqları, Peyğəmbər adına gətirdikləri kitablardır. Qardaş, kitaba qaytarmaqdırsa da işin əsli, yəni şəxsin özündən soruşmaq deyilsə də, onun adından bizə gələn rəvayətlərə getməkdirsə də, zaten Qur'an da deyirik ki, bir kitabdır. Sizin yazdığınız Buxari və yaxud da sair kitab da bir kitabdır. Bu kitabların, belə deyək də, Qur'anın həll edə bilməyəcəyi bir şeyi sənin kitabın necə həll edə bilər? Allah Rəsulu sağlığında ikən, ixtilafa düşdükləri zaman öz şəxsi rəy və istihadı ilə onlar arasında məsələni həll edirdi. Nisa surəsinin 59-cu ayəsini oxuyursan, heç olmasa 60-a da bax. Gör, tağuta gedənlər, Qurana iman gətirdiyini iddia edib tağuta gedənləri Allah qınayır, qınamır. Onları münafiq adlandırır, adlandırmır. Onlara deyiləndə ki, Allahın nazil etdiyinə və Rəsula gəlin, o münafiqlərin bir üz döndərməklə üz döndərib getdiyini görərsən deyir. Ayə davam edir, 62, 63, 64 və 65-ci ayədə deyir ki, Rəbbinə and olsun, səni hakim təyin etmədikdə və sənin qəzavətinə sıxılmadan tam bir təslimiyyət, barış içində təslim olmadıqsa iman gətirməzsən. Rəsul tağut da hökm verir, Rəsul da hökm verir. Rəsulun tağutla fərqi nədir? Tağut o kəslərdir ki, həm öz fikrini qoyur ortalığa, həm də Allahın nazil etdiyi ayətləri birləşdirirlər. Baxa bilərsən Ali-İmran surəsi 78-ə, Bəqərə 79-a əlləri ilə kitab yazdılar, kitabda dillərini əyib bükdülər. Və onlar hökm verirdilər, amma Allahın nazil etdiyi ilə yetinmirdilər, əlavə qoyurdular, sənin kimi elçin. Ona görə tağut adlandırılır. Və Nisa 105-i də gətir qoyucunən, biz bu kitabı sənə nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi ilə hökm verəsən deyir. Yəni, Nəbi şəxsi rəyinə görə hökm vermir. Ya bir adam özü ulul əmr olaraq, bacarıqlı olacaq, rasixin fil elm olacaq, ya Qurandan ixtilafın həllini ortaya çıxardıb Nisa 83-ə əsasən istinbat edib qoya biləcək. Ya da bu bacarığı yoxdursa da bunu bacarana deyəcək, o həll eləsin. Yəni Nisa 58 deyir, əmanəti əhlinə qaytar.
Çox maraqlıdır. Sən dediyin mövzu Nisa 58, Nisa 59, daha başlayır Nisa 65-ə qədər, Nisa 83, Nisa 105. Bunlar hamısı bir yerə gələndə, hətta Nisa 80-i də qoy bunun içinə. Hamısı bir yerə gələndə, zaten Qur'ana götürəndə Allaha və Rəsula götürürsən. Sən Allahla Rəsulunun arasını ayıransan və ona görə Qur'an Allah və Rəsulunun arasını ayıranları kafir hesab edir və onları lənətləyir, onlara əzab olacağını deyir. Sən ayırdın ki, Allaha qaytarmaq Qur'andır, Rəsula qaytarmaq isə hədislərdir. Ayıb deyil. Sən hər yerdə Allah və Rəsul sözünü ayıra bilərsənsə də, zəhmət olmasa Allahla Rəsul arasını ayıran ayələr deyim, get görüm necə ayırırsan. Məsələn, Allaha və Rəsula Ənfal surəsi 1-ci ayədə Allaha başqa, Rəsula bir başqa payı necə ayıracaqsan? Və yaxud da Tövbə surəsinin ilk ayəsində Allah və Rəsulundan bir ultimatir, bir bəraətdir deyir. Allahın bəraəti Qur'andır, Rəsulun bəraəti nədir? Mən bu suallarıma bir xahiş edirəm, cavab ver. Allah və Rəsuluna əziyyət verənlər, Allaha əziyyət vermək necə olur? Ayır ginan arasını. Və yaxud da ki, Allah və Rəsulunu aldadanlar. Rəsulu aldatmağı anladıq, Allah necə aldadılır? Bir düşün görün, necə ayıracaqsan bu ikisini? Ayır. Allah və Rəsuluna hicrət edənlər, Allaha hansı tərəfə hicrət edirdilər, Rəsula hansı tərəfə hicrət edirdilər? Ayır görün, necə ayıracaqsan bunun arasını? Allah və Rəsuluna müharibə deyil. Allahla necə müharibə edirdilər, Rəsulla necə müharibə edirdilər? Allah və Rəsulunun müharibə etdiyi kəslər. Allah necə müharibə edirdi, Rəsul necə müharibə edirdi? Nə qədər cahilsən, nə qədər avamsan, nə qədər nadansan, nə qədər nankör imişsən? Bu qədər mi zalimsən sən? Bu qədər mi haqqa qarşı gözü kör, ulağı kar, qəlbi qapalı oldun? Yetmirmi, bəs deyilmi yəni? Vallahi Allah insana möhlət verər. Amma Allah əzabı təxirə salınmır. Əzab məsələsi ki, sənin haqqında gerçəkləşəcək, o zaman sənin aman istəməyinin sabir faydası olmayacaqdır. Firona aman vermədi, sənə aman verəcək. Yəni əzabı görəndə orada imanın sənə bir faydası olmayacaqdır. Yazıqsan, az Quranla mübarizə apar. Sən elə zənn edirsən ki, bizlə mübarizə aparırsan, sən amma Allahla müharibə edirsən. Sən Allah elçisi ilə müharibə edirsən, sən xəbərin yoxdur. İndi keçək mövzuya. Bu 9 dəqiqədə danışdığım məsələ sadəcə sənə bizdən uzaq ol. Get yəni bizi pisləməklə din təbliğ eləmə. Get özünün gözəlliklərini təbliğ edərək din təbliğ elə. Qur'anın metoduna uyğun davran. Məhəmməd Peyğəmbər, demirsən Peyğəmbərin sünnəsi, biz birinci deyirik sünnətullahdır, sünnət Rəsul yoxdur. Allahın sünnəsi var və hər kəsdə Peyğəmbərli, qeyri-Peyğəmbərli o sünnəyə tabi olur. Allahın sünnəsi də Qur'andır, bitdi. Tamam, indi siz alternativ qaynaq olaraq sünnət çıxardıb, adını da qoyursunuz Rəsulun sünnəsi, öz işinizdir. Yaxşı, bir dənə şey deyim sənə. Məhəmməd Peyğəmbər başqalarını pisləyərək din təbliğ edirdimi? Aç Qur'ana bax ki, Quran metoduna uyğun din təbliğ elə heç olmasa. Yəni sənin işin gücün qutarıbdır. Götür hazır o demirsən təriflədiyin hədislər, gözəlliklər, onları cəmaata oxu, onları cəmaata çatdır. Get dəvə CD hədisini danış, kərtənkələ hədisini danış. Get ondan sonra 6 yaşında, 5 yaşında qızla Ayşə ilə evlənməsini danış. Get nə bilim, yəni get o belə deyək də xurma yeyib zəhər içsən təsiri olmaz hədisini danış. Get bu kimi nə bilim, gətir Buxarini, biz Qur'anı oxuduğumuz kimi gətir Buxarini qoy qabağına, oxu cəmaata hədisləri. Əyib bükmə. Qoy nə qərar verərlər. Hər gün bir hədis paylaş, sırayla. Görüm nə qədər gedəcəksən. Sənin Buxaridən xəbərin yoxdur. Sən Buxari kitabını, Səhih Buxarini, Kutub-u Sittəni başdan ayağa oturub oxusan, mən əminəm ki, sən ya ateist olarsan, ya da ki, Allahın kitabını yetərli bilən bir müsəlman olarsan. Sən din, kitab oxumamısan. Sən yalnız sənə nə verilibsə də, oradan seçilib, dərlənib, toplanıb, onunla din yaşayan adamsan. Müstəqil ol, otur kitabı qoy qabağına, özün oxu ginər. Biraz cana ticarətinlə məşğul ol. Amma əlavə olaraq ki, oturub bir video çəksən, bu videonu çəkməkdənsə də bir Buxarini başdan ayağa araşdır, gör nə yazılıb orada. Sonra gəl çıx müdafiə elə. Bu qədər. Qayıdıram mən mövzumun üstünə. Baxın, əziz qardaşlarımız. Mən Quran-ı Kərimdə baxdığım zaman sizə bir dənə beyninizdə istəyirəm bir təsəvvür qurasınız. 4 dənə kəlmə var. Qur'anın açıqlama məsələsi ki var, 4 kəlmə üzərində quruludur. Qur'anda təfsil, t-ə-f-s-il, belə deyək də, təfsil sözün kökü fəsalə sözüdür. Fəsalə, fasilə ifadəsi. İkinci, təsrif, sarrafə kəlməsi, s-r-f hərfi ilə olan 2. 3, təfsir, t-ə-f-sir, təfsir. Bu sözün kökü isə deməli,
deməli fəsərə. F hərfi, s hərfi, r hərfi. Fəsərə. Fəssərə, yufassiru təfsir elə bil. F hərfi, sin hərfi, bir də ra hərfidir. 3, bir də dördüncüsü isə bəyan sözü olan b, yığın, bəyənə kəlməsidir. Bəyan kəlməsi. Bu 4 dənə kəlmə Quran-ı Kərimdə 4'ü də işləyir. 4'ü də var. Gəlin görək, Məhəmməd Nəbiyə bu 4 kəlmədən, bu 4 dənə formadan hansı aid olacaqdır? Və bu sözlərin mənası nədir? Və burada məqsəd nədir? Allah nə demək istəyir bu kəlmələrlə? Əgər bunun 4'ünə də açıqlamaq, izah etmək mənası verirlər. Amma Allah elə niyə 4 fərqli kəlmə işlədir? Bir dənəsini işlədərdi. Bu aralarındakı fərqi anlayaq və bunun hansı kimə aiddir? Allaha mı aiddir? Nəbiyə mi aiddir? Bunları da bilək. Başlayaq. Mərkəz olaraq ənənəvi din adamlarının ilahi kitabın açıqlamasında dəlil olaraq istifadə etdiyi ayət Nəhl surəsi 44-dən 66-cı ayələrdir. Bunun belə deyək də mərkəz olaraq bu ayəti götürürük və bunun təhlilini istəyirəm sizlə paylaşam. Son dövrlərdə, həmin məqaləni oxuyuram, son dövrlərdə Nəhl surəsi 44 və 64-cü ayələrdə keçən litubəyyinə ifadəsi ki var, həmin o ifadəni əsas götürərək onu dəlil gətirirlər ki, Allah elçisinin Qur'anı ayrıca şərh edən, ona əlavə izahlar gətirən, müstəqil mənbə olduğu iddia edilir. Bu yanaşma nəticəsində insanlar Qur'andan kənar mətnlərə yönləndirilir. Halbuki Qur'an öz daxilində açıqlamaq, detallaşdırmaq, şərh etmək anlayışlarını fərqli köklərlə ifadə edir və bu funksiyanı açıq şəkildə Allaha aid edir. Bu məqaləmizdə aşağıdakı terminlər Qur'ana əsasən araşdırılır. Baxaq, birinci, dediyimiz kimi tafsil, tasrif, təfsir, bir də bəyan. Bu 4 dənə ki söz var, kəlmə, onların funksional fərqləri ortaya qoyulacaqdır. Birinci, Qur'an-ı Kərim Qur'anı kim açıqlayır bir sualını qoyun qabağınıza. Qur'anı kim açıqlayır? Cavab bizə Qur'an verir. Mərkəz ayəmiz nədir? Ənam 114. Əfə qeyrəllahi əbtəği həkəmən və huvəl-ləzi ənzələ iləykumul kitəbə mufassələn. Baxın, xahiş edirəm. Mufassələn kəlməsi ilə gətirdi. Mənası nədir bu sözün? Ənam 114-də. Allahdan qeyri, Allahdan başqasını mı hakim istəməliyəm? Halbuki o, demir mənə, bax fikir verin. Halbuki o və huvə və halbuki o, əlləzi hansı ki o kəs ki, ənzələ iləykumul kitəbə mufassilən. Burada ənzələ nazil edibdir, iləykum sizə kitabı mufassəl olaraq deyir. Sizə demir mənə. Əgər desəydi, İləyyə, mənə deyərdim, Allah ona müfəssəl eləyib. Bizim üçün müfəssəl deyil. Onun üçün də bu elçinin dediyi kimi gərək gedək biz şeyə, buxarısına baxaq, ona buna baxaq. Çünki müfəssəllik nəbiyə nisbətdə olubdur, bizə nisbətdə deyil. Amma ayət çox gözəl şəkildə iləykum deyərək sizə deyir, demir mənə. Aydındır. Bunun altına xətt çəkirəm. Buradakı sizə kəlməsinə diqqət edəsiniz. Deməli, müfəssələn, təfsil olunmuş şəkildə endirdi, deyir Allah. Allah bu şəkildə endirib, müfəssəl olaraq endiribdir. Burada müfəssəl detallandırılmış, açıqlanmış deməkdir. Bu sifət birbaşa Allahın endirdiyi kitaba aiddir. Aydın oldu. Hud surəsinin 1 və 2-ci ayələri də. Allah 1-ci ayədə nə deyir? Kitabun uhkimat ayatuhu summa fussilat, summa fussilat. Bir də deyirəm, summa fussilat. Kim fussilat olubdur deyir. Min ladun hakimin xabir. Hakimin, xəbirin tərəfindən, yanından fussilat oldu deyir. Bu elə bir kitabdır ki, ayələri möhkəmləndirilmiş, sonra da təfsil edilmişdir. Baxın, yuxarıdakı kəlmədə mufassələn, burada isə təfsil edilmişdir deyir. Eyni sözdür, düzdür? Hikmətli və xəbərdar olan tərəfindən. Burada mufassilət feilinin faili açıqdır. Nədir fail? Min ladun hakimin xəbir. Həkim sahibi olan Allah tərəfindən. Hikmət sahibi olan Allah tərəfindən. Həkim olan, xəbir olan Xuranın tərəfindən deyir. Deməli, təfsil Allahın etdiyi işdir. Mənbə ilahinin özüdür. Qaynaq Allahdır yəni.
Təfsil, lüğəvi mənası bir şeyi hissələrə ayıraraq açmaq, detallaşdırmaq, ayrıntılı etmək deməkdir. Açır. Yəni bir sözü açır, detaylandırır, dənə-dənə izah etmək deməkdir. Yəni xırdalığına, incəliyinə qədər ortaya qoymaq təfsildir yəni. Aralarında söküb fasilələr yaradır. Bütün bir şeyi dənə-dənə sökün, ayırın, yığın, ona deyərlər təfsil. Telefon bağlı bir şeydir. Başlayıb şuruplarını açsan, ekran bir tərəfə, içindəkilər hamısını dənə-dənə, bütün detayla buna deyərlər təfsil. Bilmirəm, Allah deyir ki, biz bu kitabı belə bir formada nazil etmişik. Belə bir kitabı başqasının təzdən tam xırdalayıbdır da. Tərkib hissələrini xırdalası açıqlayıbdır Allah deyir. Nəyini açıqlayacaqdır başqası bunun? Davam edək. Quranda bu sözün dediyi lüğəti mənası bir şey hissələrə ayıraraq açmaq, detallaşdırmaq, ayrıntılı etmək deməkdir. Quranda funksiya, Həmam 114, Hud surəsi 1 dediyimiz ayətlər üzərindən gəldik. Bir dənə də şey deyim, dalınca da bu təfsili Allah niyə edir onu da deyir. Bu ona görədir ki, siz Allahdan başqasına qul olmayasınız deyir. Baxın, xahiş edirəm. Hud surəsi 2-ci ayədə bu ona görədir ki, siz Allahdan başqasına qulluq etməyəsiniz deyə. Yəni təfsil Allahdan başqasına nisbət verildiyi təqdirdə, buna bəyan da onu geyindirib, Allahdan başqasına nisbət verdikləri təqdirdə Allahla yanaşı Muhammədə qulluq. Əslində Muhammed Peyğəmbərə qulluq etmirlər. Muhammed Peyğəmbərin adını istifadə edərək öz əlləri ilə yazdıqları kitablara qulluq, o kitabların müəlliflərinə qulluğa yönəldirlər. Əslində onlara da yox, özlərinə qul etmək istəyirlər. Yəni qula qulluq devri başlatdılar. Fussilet suresi 3. ayete bakın, xahiş edirəm. Kitabun fussilet ayatuhu Qur'anan Arabiyyen. Ayələri təfsil edilmiş, təfsilatlı olmuş bir kitabdır. Ərəbcə bir qiraətdə, oxunuşda. Burada təfsil strukturlaşdırılmış, açıqlanmış sistem deməkdir. Bu əməl yalnız Allah'a nisbət edilir. Baxın, xahiş edirəm. Bu günləri başqa dildə olan, yəni ərəb qiraətini bacara bilməyən insanlar üçün hardasa ortada bir nəsə gəlib demək olar ki, məsələn, qardaş, ərəb dilini sən bilirsən, bu ayəti, Allah bu ayəti necə təfsilatlı edir, onu mənə başa sal. Mən də göstərə bilərəm başqası da onu kimi. Bu bir metoddur. Çünki amma bir millət ki, toplum ki, özü ərəbdir, dili ərəbdir, Peyğəmbər zamanında yaşayıblar, bunlar hamısı öz bildikləri dildə bir kitab nazil edir. Belə bir kitaba Peyğəmbərdən harda deyir ki, bunu biz başa düşmədik, sən bunu bizə açıqla. Bir dənə ayət gətir mənə. Peyğəmbər də Allah vəhiy etməsin, özü başlasın, açıqlasın. Belə bir dəlil var ortalıqda. Deməli, ayələri təfsir edilmiş bir kitabdır. Təfsil deməli, strukturlaşdırılmış, açıqlanmış sistem deməkdir. Bu əməl yalnız Allaha nisbət edilir. Buna qədər təfsilə başa düşdük. İndi keçək təsrif kəlməsinə. Təsrif, lüğəvi mənası bir şeyi müxtəlif formalarda döndərmək, yönləndirmək, müxtəlif üslublarda təqdim etmək deməkdir. Məsələn, bunu təsrif kəlməsi qrammatik bir qayda olaraq da işlənir. Çevirmək sözüdür. Mənası sözü bir şeyi bir şəkildən başqa şeyə çəkilə çevirmək deməkdir. Bildiyimiz bir kəlmə üzərindən bunu təsrifin nə olduğunu sizə başa salım. Məsələn, qətələ sözü keçmiş zamanda mazi feilidir. Yəni keçmiş feil öldürdü deməkdir. İndi mən istəsəm ki, deyəm, öldürdü deyəndə fail məlumdadır, bilinir. Bunu istəyirəm məchula çevirəm. O zaman burada dəyişiklik edəcəm. Qutilə eləyəcəm, öldürüldü. Yəni öldürəni gizlətdik sözün tələffüzündə. Gizlənildi. İstəyirəm indiki zamanda işlədəm. Məsələn, indiki zamanda üçüncü şəxsdə, yəni qaybədə. Deyəm ki, yəqtulu və kişi cinsində tək, müfrətdə. Yəqtulu, o öldürür. Aydın, istəyirəm qadına çevirəm indiki zamanda üçüncü şəxs əvəzinin təkinə. Təqtulu, o qadın öldürür. Və yaxud da istəyirəm sənə çevirəm. Bu çevirmələrin adına təsrif deyilir qrammatika baxımından. Amma sözün kökü dediyimiz kimi bir şeyi müxtəlif formalarda döndərmək deməkdir. Onun özünü başqa formalara, sözün kökü qalır. Kök nədir? Qətələ. İstəyirsən indiki zamana apar, istəyirsən keçmiş zamana apar, istəyirsən fail elə, qatil, istəyirsən məf'ula gətir, məqtul elə. Aydındır. Və yaxud da məkanı bildirmək üçün məqtəl elə. Dəyişmir, qıtılı yerində qalır. Bu, müxtəlif yönlərində çeviririk bunu. O yüzden bu yüzden əyiririk ki, altını üstünə, üst gətirirsən elə bir.
Əyilib çevirmək deməkdir ifadə. Bir şeyi müxtəlif formalarda döndərmək, yönləndirmək, müxtəlif üslublarda təqdim etmək anlamını verir. Aydın oldu. Qur'ana baxdığımızda Allah Kəhf surəsi 54-də deyir: "Və laqad sarrafna fi hazal Qur'an min kulli məsalin." Elçin, Kəhf 54-də diqqət elə. Və laqad sarrafna. Qur'anda heç bir yerdə təfsil və tasrif Məhəmməd peyğəmbərə aid deyil. Hər yerdə Allaha aiddir. Təfsir də onu kimi. Üçü də Allaha aiddir. Gələcək indi. Və laqad sarrafna fi hazal Qur'an min kulli məsalin deyir. Və artıq əlbəttə ki, mütləq yəni. Təkid. Və laqad sarrafna. Biz sərraflıq elədik. Bu Qur'anda min kulli məsalin. Hər bir məsəldən. Biz bu Qur'anda hər cür misalı neynədik? Təsrif etdik deyir ayə. Təsrif nədir? Dedik mənasını. Yəni, müxtəlif yönləri ilə təqdim etdik. Müxtəlif yönlərdən, müxtəlif prizmalardan, məsələyə bir çox yöndən Allah bizə başa salmağa çalışdı. Alim dili ilə, nə bilim, adi çobanın başa düşməsi tərzində, sadələşdirilmiş, fəlsəfə tərəfindən, məntiq tərəfindən, bir çox formasından əqli olaraq, misallarla, bir çox formasından Allah deyir, mən sizə başa salmağa çalışdım. Buna deyərlər təsrif. Deməli, təsrif, eyni həqiqətin müxtəlif rakurslarından təqdimdir. Aydın oldu bura kimi. Təkrarla deyil, varisaya, yəni versiyaları ilə izah edir bunu. Müxtəlif zehni səviyyələrə uyğunlaşdırmadır bu əslində. Bu da yalnız Allaha aid edilir. Başqasına yox. Üçüncü kəlmə, təfsir sözü. Deyirlər, Qur'anın təfsirə ehtiyacı var, nə bilim nə. Furqan 33. وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْصِيلًا. Allah nə deyir? Sənə elə bir məsəllə gəlməzlər ki, biz gətirək sənə haqqı və ən gözəl təfsiri. Fikir verirsən, onlar sənə elə bir məsəl gətirməzlər ki, biz onun həqiqətini, haqqı, həqiqətini və ən gözəl təfsirini gətirməyək. Kim deyir gətirməyək? Ci'nəkə, biz sənə gətiririk deyir. Yəni, biz təfsir edirik deyir ayə. Burada açıq şəkildə təfsir edən Allahdır. Mənbə, yəni ilahi vəhiy olaraq göstərilir. Baxın, xahiş edirəm. Özü də təfsiri əhsən kəlməsi ilə gətirir. Ən yaxşı, ən gözəl təfsiri biz gətiririk deyir. Bunlar deyir ki, ən gözəl təfsiri Allah gətirsə də, bu ən gözəl təfsirin təfsirə ehtiyacı var. Allah sizi bildiyi kimi eləsin. Sizə sözüm yox deyir daha. Yəni, siz ən gözəli, ən gözəl olmayana möhtac edirsiniz. Bu nə qədər zalimlik olar. Davam edirik. Bəyan kəlməsi, bunların dediyi kəlmələrin üstünə gəlirik. Kök mənası aydınlaşdırmaq, ortaya çıxarmaq, gizliyini açmaq deməkdir. Mənim üçün qaranlıq olan, üstü örtülü olan bir şey ortaya çıxartmaq. Baxın, bir deyək ki, bir insan, nə bilim, kişi düşünün, qadın düşünün, örtülü bir yerini açıb cəmaata göstərsə, deyərlər ki, filan kəs filan yerini cəmaata bəyan elədi. Yəni, aşkara çıxartdı. Aydındır. Yəni, başqalarının görmədiyi və yaxud da ağıl baxımından başqalarının o məsələdə elmi olmadığı bir şeyi olduğu kimi mənə müəllimim necə deyibsə deyək ki, mən də ona o şəkildə deyirəmsə, buna bəyan deyilir. Mən bura əlavə bir şey gətirmirəm. Olduğu kimi çatdırırım, o da başa düşür. O da insandır, mən də insanam da. Mən başa düşmüşəmsə, o da başa düşəcəkdir. Burada çətin bir şey yoxdur ki, yəni. İndi diqqət edin, xahiş edirəm. Bu sözün lüğəti mənası dedik ki, aydınlaşdırmaq, ortaya çıxartmaq, gizlində olan bir şeyi aşkara çıxartmaq deməkdir. Bu dediyim iddianı mən mi deyirəm, yoxsa Qur'an mı deyir? Qur'an deyir, əziz qardaşlar. Ali İmran 187-ci ayədə bir pasaj var. Ayə bütünlüklə deyir, biz onlardan kitab əhlindən əhd aldıq ki, nə qarsınlar? لِتُبَيِّنَنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ. Baxın, xahiş edirəm. Bəyan və kətəmə. İki dənə söz gəlir. لِتُبَيِّنَنَّهُ لِلنَّاسِ. İnsanlar üçün kitabı bəyan eləsinlər və onu gizlətməsinlər. Yəni, bəyan nədir? Əgər hökmü bilirəm, məsələn, cəmaat bilmir. Mən bilirəm ki, məsələn, bir adam deyək ki, zina eləyib, Qur'an zinanın cəzasını deyir, cəmaat isə bilmir. Amma mən bunu cəmaatdan gizlətdim demədim. Mən nə eləmədim? Bəyan etmədim. Amma desən ki, ay cəmaat, Allah deyir, zinakar kişinin, zinakar qadının cəzası 100 cəldədir. Mən nə eləmiş oldum? Gizlətmədim, bəyan etmiş oldum.
Bildiniz nə demək istədim? Yəni Allah demir ki, təfsir eləsin. Demir ki, təfsil eləsin. Təsrif eləsin. Deyir, bəyan eləyin. Bunun əhdini aldıq. İnsanlar üçün, nas üçün onu bəyan eləyin və onu gizlətməyin. Deməli, gizlətmək əgər bir şey örtbasdır etməkdirsə də, bəyan isə onu örtbasdır etmədən olduğu kimi insanlara çatdırmaq olur bəyan. Sadəcə Ali İmran 287 buna bəhs edir, mən davam edəcəm. Burada bəyan, yəni izah vermək deyil, mövcud olanı gizlətmədən təqdim etməkdir. Anam 91-ə diqqət eləsələr, eyni prinsipi bu gizlətmənin necə olduğunu açıqlayır Allah orada. Bir hissəsini göstərir, çoxunu gizlətmək tənqid edilir ayədə. Onlar Allah heç bir şey nazil etməyib bəşərə deməklə Allaha layiqincə qiymətləndirmədilər. Decinə Musaya Musa verilən kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb insanlara göstərirdiniz, biz çoxunu da gizlədirdik. Baxın, göstərirlər, göstərmək bəyandır. Gizlətmə bir çoxsunu da nə edirdilər? Gizlədirdilər. Deməli, bəyan gizlətmədən təqdim etmək olur. Gizlətmədən təqdim etmək aktıdır yəni. Və burada bir dənə də əlavə qeyd vurmaq istəyirəm. Maidə surəsi 15-ci ayədə deyir ki, ey kitab əhli, artıq kitabdan gizlətdiyiniz bir çox şeyi sizə bəyan edən və bir çoxunda da əfv edici olan elçimiz, rəsulumuz gəldi. Ayənin sonunda deyir ki, sizə nur və kitab-ı mubin gəldi. Mubin olan bir kitab gəldi. Açıqda olan bir kitab gəldi. Yəni, ayət başası Məhəmməd Peyğəmbər özündən izah vermir. Açıq olan, amma özünə vəhiy olunub. Hələ heç kəs bilmir buna nə vəhiy olunubdur. Bu özünə, məsələn, tutaq ki, Əhzab surəsi 37-ci ayə nazil oldu. Ayət Zeydin arvadı, zövcəsi haqqında bir məsələni deyir və ümumi möminlərin sıxıntıya düşməməsi üçün onun boşadığı qadının Nəbinin zövcəsi olduğunu bildirir. İndi Nəbi bu vəhiyi deməsə, hətta Zeydin boşadığı qadın belə bilə bilməz ki, bu həmən Peyğəmbərin zövcəsi elan edilibdir. Həyat yoldaşıdır. Bunu aşkara çıxartdığı zaman, bu ayəti, ay cəmaat, Allah mənə belə bir ayə indirdi, gəlin tilavət edim sizə dediyi zaman və ayəni olduğu kimi üstünə bir hərif qoymadan, ondan bir hərif, bir nöqtə belə eksiltmədən dediyi zaman bu olur tübəyyin, bəyan etmək. Yəni, mubin olanı tübəyyin eləmiş olur. Aydın oldu nə demək istədiyim yəqin ki. Burada diqqət edək. Ayədə deyilmir. Deməli, Nəhl surəsi 44-dən 64-də diqqət edək. Lütübəyyinə linnəsi mə nuzzilə iləyhim. Onlara nazil ediləni insanlara bəyan edəsən deyə ifadəsini götürürəm. Burada diqqət edək. Ayədə deyilmir litufassirə, təfsir edəsən deyə. Litufassilə, təfsil, yəni detaylı, açaraq, fasiləli, dənə-dənə edəsən deyə. Litusarrifə, təsrif edəsən, yəni başqa-başqa yönləri ilə açıqlayasan deyə. Bunlar deyilmir. Sadəcə deyilir, litübəyyinə, bəyan edəsən. Yəni, nazil olanı gizlətmədən olduğu kimi çatdırasan. Onu ortaya qoymaq, yəni təbliğ etmək. Bu, əlavə şərh gətirmək demək deyil axı. Davam edirəm. Nəhl surəsi 89-cu ayət. Nə deyir? وَنَزَّلْنَ عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ Və nazil etdik sənin üzərinə bu kitabı hər bir şey üçün tibyan. Tibyan özündə bəyan daşıyan deməkdir. Yəni bəyanı özündə olan deməkdir. Sən necə bunu götürüb Nəbinin üzərinə qoyursan? Bəyan olan, tibyan olan bir şey sadəcə Nəbin olduğu kimi çatdırır. Hətta ona deyilən o de və ya da səndən sual edirlər sözünü belə təxirə salmır. Buna deyərlər tibyan. Əgər de sözünü deməsəydi bizə, sadəcə huvallahu əhəd desəydi, bu o tibyan olmayacaqdı. Belə bəyan olmayacaqdı. Tübəyyin etmiş olmayacaqdı. Gizlətdi. Nöqtəsini belə deməsəydi, özünün eşitdiyi şey bu tibyanlıqdan çıxır. Yəni, Nəbi bunu eləmişdir və özünə deyilən sizə, deysən ki, paştalyon. Qardaş, paştalyonla Nəbinin bir fərqi var. Paştalyon daşıdığı məktubda orada yazılanlara onu çatdırmaqla mükəlləfdir, amma orada yazılanların ondan əlaqəsi yoxdur. Ona itaətdə məsul deyil. Amma Nəbi özünə gələn vəhiyə özü əməl etməlidir. Öz üzərində tətbiq etməlidir. Yaşamalıdır. Özü o ayəyə itaət etməlidir yəni.
Hansı paştalyon, məsələn, deyək ki, miras haqqında bir hökumət bir məktub veribdir, bir aliyə çatdırmalı, gətirib o ayəni paylaşanda insanlara, o hakimlərə deyə bilərmi ki, oradakı mirasdan mənə də pay verməlisən, məktubu mən gətirmişəm. Bu bölgüdə mənə də pay. Başa düşürsən demək, sən paştalyon deyən adamlar bunu bir prizmadan çatdıra bilərlər ki, yəni ona müdaxilə etməz. Artırıb əksitməz, dəyişməz. Bu baxımından deyə bilər. Amma paştalyon o məktubda məsuliyyət daşımır. Bir baxımından ise amma Nəbinin burada bir fərqi var paştalyonda. Yəni Nəbi Muhammed, Resul Muhammedə itaətlə mükəlləfdir yəni. Devam edək. Kitabın özü açıqlayıcıdır deyir, tibyandır deyir. Kənar mənbəyə ehtiyac olduğunu demir. Özünü tam funksional təqdim edir. Əgər kitab tibyanən likulli şeydirsə, onda ayrıca ikinci açıqlama mənbəsinə ehtiyac iddiası ayənin zahiri ilə uzlaşmır, uyğunlaşmır və istər-istəməz ixtilaf yaradır. Nisa 82'ye göre bu Kur'an ya Allah'tan değil o zaman ya da ki sizin hamınız yalancısınız, kəzzapsınız, Allah'a iftira atanlarsınız. Bunun başka bir adı olmur yani. Bir dənə çərçivə qoyaq ortalığa. Baxın, xahiş edirəm. Termin olarak 4 kəlməmiz var. Təfsil, təsrif, təfsir, bəyan. Bu sözlərin mənası nədir? Təfsil, detallaşdırma, təsrif, müxtəlif formada təqdim, təfsir, şərh etmək, izah etmək, bəyan, olduğu kimi ortaya qoymaq. 4 dənə məna. Yaxşı, bu 4 dənə mənanın Qur'andakı funksiyası nədir? Təfsir, dedik, detallaşdırmadır. Qur'andakı funksiyası nədir? Strukturlaşdırılır, strukturlaşdırılmış açıqlama. Yaxşı, ikinci olarak tasrifin Qur'andakı funksiyası nədir? Düşündürücü belə deyək də versiyalar. Üçüncü, təfsir nədir və onda Qur'andakı funksiya baxımından o şərh izah dediyimiz həqiqətin açıqlanması deməkdir. Bəyan nə deməkdir Qur'andakı funksiya olarak? Gizlətmədən ortaya qoymaq, çatdırmaq deməkdir yəni. İndi yaxşı, bu 4 dənə dediyimiz funksiya fərqləri ki var idi, bunların hansı kimə aiddir? 1. Təfsir kimə aid oldu? Allah'a aid oldu. Deməli, təfsir detallaşdırmadır, strukturlaşdırılmış açıqlamadır və Allah'a aiddir bu. İkinci, təsrif müxtəlif formada təqdimdir, düşündürücü versiyalardır və bu da Allah'a aiddir dedik. Üçüncü, təfsir, yəni şərh etmək, izah etməkdir. Qur'andakı funksiyası həqiqətin açıqlanmasıdır. Bu kimə aiddir? Bu da Allah'a aiddir. Və sonuncu, bəyan dedik, ortaya qoymaq deməkdir. Qur'andakı funksiyası gizlətmədən təqdim etmək, çatdırmaq deməkdir. Bu kimə aiddir? İnsana və elçiyə aiddir. Yəni, elçiyə də aid olduğunu görürük Qur'anda. Şəxslərə də, ümumi cəmaat içində olan insanlara, yəni bəyanı bilən insanlara da aiddir. Sən bilirsən, bilməyənlərə denən. O bir dənə məsəl var, biri gəlir deyir, molla, sizi kim bir molla varmış, girilmiş məhsidə, heç də bilmir də, bilmir nəfər. Deyir, ay cəmaat, bilirsiniz nə var? Cəmaat deyir, yox, bilmirik. Deyir, bilmiş sizə nə deyim, çıxır gedir. Səhərsi gün bir də gəlir, ay cəmaat, bilirsiniz nə var? Deyir, bəzi cəmaat deyir ki, hə, bilirik hamısı. Deyir ki, da bilirsiniz onda nə deyim ki, çıxır gedir. Üçüncü səfər gəlir, ay cəmaat, bilirsiniz nə var? 2 yerə bölünür. Biri deyir, bir qismi deyir, bilirik, bir qismi deyir, bilmirik. Deyir, onda bilənlər bilməyənlərə xəbər versin. İndi onun sözü olmasın. Bəyan bilənlərin bilməyənlərə xəbər verməsidir. Bildiyini xəbər verməsidir olduğu kimi. Devam edək və qutaraq inşallah. Nəticə olaraq Qur'an özünü təfsil edilmiş, təsrif edilmiş, təfsiri Allah tərəfdən verilmiş, tibyan olan kitab kimi təqdim edir. Bu funksiyalar açıq şəkildə Allah'a aid edilir. Nəhl 44 və 64'dəki litubəyyinə ifadəsi Qur'anı izah etmək, ona əlavə şərh vermək, yeni hökmlər gətirmək mənasında deyildir. Bunu siz ortaya qoyursunuz. Əksinə, nazil olanı gizlətmədən ortaya qoymaq, təbliğ etmək mənasındadır. Ənam 114, Hud surəsi 1-ci, 2-ci ayələrin açıq şəkildə göstərir ki, təfsil edilmiş kitabın sahibi Allah'tır. Nəhl 89 isə Qur'anın özünü tibyanən likulli şey, hər şey üçün açıqlayıcı mənbə olaraq təqdim edir. Əgər bu qədər dəlildən sonra
Bir adam desə ki, bu Qur'an açıq deyil, açıqlanmağa ehtiyacı var, o adama, nauzubillah, Allah ifadəmə görə məni bağışlasın, elçilər bütün hamısı da Adəmdən Muhammed Nəbiyə qədər yığışıb gəlsələr, mələklər önündə dursa, o Ənam surəsində 111-də deyildiyi kimi, ölüləri dirildib qabaqlarına gətirsələr, o adam əsla haqqı qəbul etməyəcəkdir. Belə insanlarla danışmağın, onların fikrini dinləmək, onlara cavab verməyə çalışmağın heç bir önəmi qalmır. Ona görə də, əziz qardaşlarım, mən əslində bunu elçin üçün də hazırlamadım. Mən sizin məlumatınız olsun deyə bu səs yazmasını, bunu indi video janrında, video şəklində paylaşmağım sadəcə insanlara faydalı bir, elmli bir səs yazısı istədim məndən qalsın. Ola bilər kimsə dinləyər, faydalanar. Mən də inşallah ki, Rəbbim qatında bir iş görmüş, onun üçün bir cəhd etmiş olaraq özümü görmüş olaram. Boynuma minnət qoydu. Şükürlər olsun Rəbbimə. Həm aləmlərin Rəbb olan Allaha məxsusdur. Allah hər birinizdən razı olsun. Salam hidayətə tabi olanların üzərinə.